Azərbaycan futbolunu son günlər yaman tənqid edirlər. Bəziləriniz hətta söyürsüz. Bəziləriniz bu idman növünün bağlanmasını təklif edirsiniz. Yox, bağlamaq mümkün deyil, eləyən deyirlər. Çünki çoxları burada pul qazanır. Bu çox vacib olan bir məsələdir. Sadəcə olaraq milli komandanın gələcəyi necə olmalıdır? Ümumiyyətlə, millinin bu günə düşməyində günah kimdədir? Futbolçulardadır, futbol oynaya bilmirlər. Məşqçilərdədir, taktikanı qoya bilmirlər. AFA rəhbərliyidir. Rəhbərlik dəyişir, amma sxem eyni qalır. Məğlubiyyətlərin sayı ildən ilə artır. Yoxsa klublardadır ki, iş getmir. Klublar hərəsi özü üçün oynayır, legionerləri yığıblar və onlara klubların nəticələri lazımdır. Azərbaycan futbolunun gələcəyi onlar üçün maraqlı deyil. Ümumiyyətlə, və biz hara gedirik? Düzdür, biz oynayacağıq D divizyonunda, bu Avropanın ən zəif komandalarıdır və ola bilər D-dən çıxaq C-yə, amma bu nəyi dəyişəcək? Sadəcə olaraq mənim üçün maraqlıdır. Sizcə kimdir günahkar? Gəlin onu bir yerdə tapaq.